Salam. Bugün sizinlə qədim İsrail tarixinin dərinliklərinə bir səyahət edirik. Əlimizdəki mənbələr çox maraqlı bir sual qoyur ortaya. Necə oldu ki, bir vaxtlar 12 qəbilə var idi, amma onlardan onu, yəni sanki yoxa çıxdı, ikisi isə qaldı və bugünkü Yahudi kimliyinin əsasını qoydu. Gəlin təxminən 3000 il əvvələ Kənan bölgəsinə gedək. Görək mənbələr bu hekayəni necə açır. Bəli, bu həqiqətən də, necə deyim, tarixin çox düşündürücü məqamlarından biridir. Mənbələrinizdə də göstərildiyi kimi qədim İsrail oğullarının hekayəsi çox qədimə gedib çıxır. Hətta eramızdan əvvəl 1209-cu ilə aid bir Misir stilində İsrail viran oldu deyə yazılıb. Bu özü onların nə qədər qədim olduğunu göstərir. Əvvəlcə kiçik kəndlərdə dağınıq yaşayan bu qəbilələr sonra birləşib krallıq qururlar. Hekayə də elə ilk krallarla başlayır, elə deyilmi? Mənbələrdə adı keçən Saul, yəni Quranda Talut kimi tanıdığımız. Sonra Davud gəlir, Qüdsü paytaxt edir, oğlu Süleyman isə orada ilk məbədi, yəni o böyük ibadət mərkəzini tikdirir. Amma sizin də dediyiniz kimi, materiallara görə, Süleymanın ölümündən sonra təxminən eramızdan əvvəl 931-ci ildə bu birlik dağılır. Niyə axı? Nə baş verir? Mənbələr əsas səbəb kimi Süleymanın oğlu Rehobamın siyasətini göstərir. O, sərt davranır və şimaldakı 10 qəbilə onun hakimiyyətini qəbul etmir. Beləliklə ayrılırlar və özlərinə İsrail krallığı yaradırlar. Cənubda isə yalnız Yahuda və Bünyamin qəbilələri qalır, Davud sülaləsinə sadiq olaraq. Bu da olur Yahuda krallığı. Maraqlıdır ki, mənbələrə baxanda görürük, Şimal krallığı əslində iqtisadi, hərbi cəhətdən daha güclü olub. Amma, necə deyim, daxili çəkişmələr, tez-tez hakimiyyət dəyişiklikləri oranı çox qeyri-sabit edib. Deməli, bu bölünmə, yəni bu parçalanma onların gələcək taleyi üçün, belə deyək, həlledici olub. Bəs yaxşı, necə oldu ki, o 10 şimal qəbiləsi sonradan itmiş sayıldı? Mənbələrdə Assuriya işğalı xüsusi vurğulanır, hərəm? Tamamilə doğrudur, düz vurğuladınız. Eramızdan əvvəl təxminən 720-ci illərdə o dövrün super gücü Assuriya imperiyası Şimal krallığını, yəni İsraili süquta uğradır. Və burada sizin mənbələriniz çox vacib bir detala toxunur. Assuriyalıların siyasəti. Bu çox fərqli idi. Onlar işğal etdikləri xalqları kütləvi şəkildə köçürürdülər. İmperiyanın başqa-başqa yerlərinə. Müxtəlif xalqlarla qarışdırırdılar. Məqsəd də o idi ki, onların milli kimliyi, mədəniyyəti zəifləsin, assimilyasiya olunsunlar. Məhz buna görə də Şimalın 10 qəbiləsi zamanla, yəni tarix səhnəsindən silindi. 10 itmiş qəbilə deyilməsi də bundandır. Amma məncə bütün mənbələr də onların tamamilə yox olması fikri ilə razılaşmır. Elə deyilmi? Bəzi müasir tədqiqatlar var ki, başqa cür deyir. Bəli, fərqli yanaşmalar var. Məsələn, arxeoloq İsrail Finkelstein kimi bəzi alimlər var ki, onlar sizin materiallarda da işarə edildiyi kimi deyirlər ki, Assuriyanlar əslində əhalinin hamısını yox, yalnız elitasını, təxminən bir 40 min nəfəri sürgün edib. Qalanlar ya yerində qalıb, ya da qaçıb cənuba, Yahuda krallığına sığınıb. Hətta Samerilər deyə bir qrup var, onların da yaranmasını bu dövrlə əlaqələndirirlər. Yəni, Assuriyalıların gətirdiyi xalqlarla yerlilərin qarışmasından. Amma nəticə etibarilə o 10 qəbilənin öz müstəqil kimliyi, bəli, itib getdi. Deməli, Şimalın taleyi belə oldu, bəs Cənub, Yahuda krallığı, onların aqibəti niyə fərqli oldu? Axı onları da sürgün elədilər sonra. Düzdür. Eramızdan əvvəl 587-ci ildə bu dəfə Babillilər gəldi. Yahuda krallığını işğal etdilər və əhalini, yəni Yahuda və Bünyamin qəbilələrini Babilə sürgün etdilər. Amma baxın, burada Assuriya sürgünündən çox fundamental bir fərq var idi. Mənbələr də bunu açar nöqtə kimi göstərir. Babillilər Assuriyalılardan fərqli olaraq Yahudiləri bir yerdə, kompakt şəkildə saxladılar. Onların dini inanclarına, din xadimlərinə, belə deyək, toxunmadılar. Bu da onların assimilyasiya olmasının qarşısını aldı. Məhz bu Babil sürgünü zamanı onlarda Qüdsə qayıtmaq arzusu daha da gücləndi, sinagog anlayışı yarandı. Gələcək xilaskar, yəni Məsih gözləntisi formalaşdı. Aha, başa düşdüm. Deməli, fərqli sürgün siyasətləri tamamilə fərqli nəticələr verdi. Biri yox oldu, digəri kimliyini qorudu. Bəs sonra necə oldu? Qayıda bildilər?
Bəli, bir müddət sonra Fars kralı Kir Babel imperiyasını məğlub etdi və Yahudilərə icazə verdi ki, Qüdsə qayıtsınlar. Onlar da qayıdıb ikinci məbədi tikdilər. Bax, bu vaxtdan sonra Yahuda və Bünyamin qəbilələri artıq vahid bir xalq, Yahudi xalqı kimi tanınmağa başladı. Ümumi qənaət də budur ki, bugünkü Yahudilərin böyük əksəriyyəti məhz bu iki qəbilənin nəslindən gəlir. Amma hekayə bununla bitmir, təbii ki. Sonralar Roma imperiyası gəldi, bölgəni işğal etdi. Eramızın 66-73 və 132-135-ci illərində böyük üsyanlar oldu. Romalılar çox amansızcasına yatırdılar, ikinci məbədi də dağıtdılar. Bu hadisələr Yahudilərin yenidən daha geniş miqyasda dünyaya səpələnməsinə, yəni diaspora dövrünün başlamasına səbəb oldu. Və bu minillərlə davam edən səpələnmə dövrü sizin mənbələrdə də qeyd edildiyi kimi, xüsusən Avropada gördükləri təzyiqlər, antisemitizm fonunda nəhayət 19-cu əsrin sonlarında Siyonizm hərəkatını ortaya çıxardı. Teodor Herzlin rəhbərliyi ilə Fələstində yenidən bir Yahudi dövləti qurmaq ideyası gücləndi. Tamamilə doğrudur. Sonra 1917-ci ildə Balfour bəyannaməsi oldu. Britaniya bu ideyanı dəstəklədi. Ardınca Britaniya mandat dövrü gəldi və nəhayət 1947-ci ildə BMT-nin bölmə planı və 1948-ci ildə İsrail dövlətinin elan edilməsi. Amma bu elan bildiyimiz kimi dərhal bölgədə yeni və çox uzun sürən bir münaqişəyə, Ərəb-İsrail münaqişəsinə yol açdı. Mənbələr sonraki dövrü də təbii ki, əhatə edir. 1967-ci il 6 günlük müharibə, 1973 Yom Kipur müharibəsi kimi böyük toqquşmalar, sərhədlərin dəyişməsi, sonra 90-cı illərdə sülh cəhdləri oldu, Oslo sazişləri, amma o da İshak Rabinin öldürülməsi ilə yarımçıq qaldı. 2000-ci ildə ikinci intifada başladı, Həmas Qazzada hakimiyyətə gəldi və sonraki müharibələr. Bəli, bu hadisələr zənciri münaqişənin nə qədər mürəkkəb olduğunu göstərir. Mənbələrin də, necə deyim, altını cızdığı əsas məqam odur ki, bütün bu toqquşmalarda ən çox əziyyət çəkən tərəf, təəssüf ki, hər iki tərəfdən mülki insanlar olur. Bugün də şahid olduğumuz hadisələr əslində bu uzun, çox qatlı tarixin bir növ davamıdır. Beləliklə, sizin mənbələriniz əsasında qədim 12 qəbilədən başladıq, krallıqların bölünməsinə, fərqli sürgün təcrübələrinə baxdıq, gördük ki, bir qrup necə assimilasiya olub itdi, digəri isə sağ qalaraq müasir Yahudi kimliyini formalaşdırdı və nəhayət bu yol gəlib müasir dövlətin yaranmasına və hələ də davam edən o mürəkkəb münaqişəyə çıxdı. Bəli, bu minillik bir tarixdir. Yurt qurmaq, itirmək, sürgünə getmək, geri dönmək, mübarizə aparmaq. Bütün bu təcrübələr bugünkü bölgədəki aidiyyət hissinə, münaqişə anlayışlarına necə təsir edib? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Ümid edirik ki, mənbələr əsasında apardığımız bu qısa müzakirə sizə bu çətin mövzuya dair yeni düşüncə istiqamətləri verdi. Bəlkə də əsas sual elə budur. Keçmişin kölgələri və təcrübələri gələcəyi necə formalaşdırır? Bu haqda düşünməyə dəyər.